Gözəl alqışlara görə, əlbəttə ki, alqışlar Xalid müəllimədir. Bizim Azərbaycan ədəbiyyatının, ədəbiyyatçılığının böyük simalarından biridir. Bəli, Sədaqət xanımın da müəllimi olub, mənim də müəllimimdir, həm mənəvi müəllim, həm ədəbiyyat müəllimi olub. Sədaqət xanım çox gözəl bir tərbiyyədir. İnansın, belə bir deyim vardı, 100 ilin adını yüz eşitməkdəsə bir dəfə görmək kəsilir. Bu məclisin, bu tədbirin gözəlliyi də, yaraşığı da, bütün füsunkarlığı da sizsiz. Sizin bax bu, bir sizə Xalid müəllim dağ cüssəniz bilirsən. Mən sizin sərdən vaxtında duruşunuzu uşaqlarımdan izlədim. O başı qarlı, həmişə qürtdü, çizgili, amma əzəmətli. Sizin gözəlliyiniz, sizin zərafətiniz, sizin o bədii cəhətdən tükənməz bulaq gibi təqəmliyiniz. Bunlar hamısı bugünkü məclisə, burada oturanların hamısına bulaq suyu kimi yəni. Mən sizin şiirlərinizi həmişə öz ifanızdan dinləmişəm. Həm Azərbaycan dilində, həm Rus dilində, həm də Ləzgi dilində. İnanırsınız, o qədər mən fəxr edirəm ki, bir insanın timsalında bu qədər gözəlliklər, bu qədər istedad, necə gəlmişəklər. Yəni siz həqiqətən də böyüksünüz, dağsınız. Ləzgi xalqında, Azərbaycan xalqında, belə edirəm, Xalid müəllimdə, Sədaqət xanımda niyyətləri ləzgidir, biz bununla fəxr edirik. Amma bizim vətənimiz Azərbaycandır, biz Azərbaycan vətəndaşıyıq və Sədaqət xanımda, Xalid müəllimdə o milli dəyərləri həmişə yüksək tutmaqla bərabər həm də Azərbaycana, onun xalqına, millətinə, ədəbiyyatına xidmət edirlər. Ona görə də burada yoldaşlardan biridir ki, Sədaqət xanım deputat. Sədaqət xanımın deputat olmağa ihtiyac yoxdur. O xalqın deputatıdır, o ədəbiyyatın deputatıdır. O bizi kimi minlərlə, milyonlarla izləyicisi olan hər tamaşaçıların, oxucuların deputatıdır. Ürəyinin o gözəlliyini bizə yansıdan bir insandır. Ona görə Sədaqət xanım var olun. Mən özüm deputat olmadan, amma mən Sədaqət xanımın əsərlərini sevə-sevə oxucu kimi oxuram. Bir ədəbiyyatçılar kimi yox, oxucu kimi. Və siz bilirsiniz Sədaqət xanım, mənim oxucum orada deyəcək, mən kiməm, o suallar ki bizi düşündürəcək, onlar əbədidir. Və sizin yazdıqlarınız həqiqətən də tarixdir, xalqımızın tarixidir. Bizim Ləzgi milləti kimi millətimizin tarixidir, vətənimizin tarixidir, gözəlliyin tarixidir. Sizin bilirsiniz, istedadınız çox hər tərəfli olur, amma ən böyük olur ki, sizdə bir bütövlük var. O istedadların hamısı sizin bütün şəxsiyyətinizdə birləşir, ziyalı şəxsiyyətinizdə, sizin gözəl simanızda, o gözəl köhnəlikdə, bizim nur var sizlədir, o bizim xalqımızdır. Analarının, bacılarının, gözəllərinin nurudur. Çünki Sədaqət xanım həmişə Ləzgi gözəllərini bəs edir, Ləzgi gözəllərini dünyaya tanıtmasıdır. Amma ən gözəllərini, ən gözəl özüdür.